Qurban Millətməninin yeni bir bölümü ilə qarşınızdayım. Deyəsən bir həftə əvvəl atmışdım. Artıq həftədə bir salmışıq bildiyiniz kimi. Bu günə görə Azərbaycanda nə tipdə şeylər baş verib, nə tipdə şeylər olub. Əgər Qurban Millətmənin daha tez izləyəcəyimi istəyirsinizsə bu videodan like atmağı və 200 milyonda bizə dəstək olmaq üçün kanala abunə olmağı unutmayın. Görək başımıza nələr gələcək. Yol qırağında duran huri mələklər necədir? Metrodur. Görürsən neçə yaşlar var, həqiqətən çox maraqlıdır. Mənim metroda niyə belə bir şey eləyəsən? Okey də azadsınız da, istədiyinizi eləyə bilərsiniz, amma bu qədər də yox da yəni. Güzel ki, Hellozot yazıb bilməsinlər Azərbaycan. Çox gecdə qardaşım, Azərbaycan metrosu təəssüf. Yazıb sadəcə 50 manat xərcləyə bilərsən. Xəyaldakı maşın, Fərdamin, Adobe proqramları, Gotik qız. Mən olsaydım 50 dənə Fərdamin alardım. Uşaqlar siz nə alardınız yazın yorumlara. Bu nədir la? Mən bir şey maraqlıdır ki, bu sağdakı qız saçını elə necə saxlayır? Mən də Allah razı olsun, mən başım çatdı. Biliyorsunuz ki, mənim dindar deyə ailəmi tanıtdığım padruqalarım. Görürsən bunlar Azərbaycanlıdır, o mənə maraqlıdır. İçki ətiyən tutmur. O, nə var la? Orada mən tulla qaçarım, əmin ol ki 7 dəfə yıxılmışdım elə. Halda qardaş ayrı bir aura qaçıb sonra nə istəyirsiniz də? Birazcık bu kimsə qəti çöllüyü yoxdur. Çöllüyü yoxdur nə mənə gəlir? Çöllük nə mənə gəlir? Bu çöllük deyəndə bu təkərin qırağında nəsə. Dayan. Aha, çox sevdiyim videolardan biridir bu. Olanları şey eləmək də, hərəkətlərinə görə yargılamaq. Görərlər dedikləri həqiqətən də qız fason hərəkətlərmi ya da səhv hərəkətlərmi olanlara görə. Birincisindən başlayır. Tez küsür. İndi küsmək söhbəti məncə yəni küsmək olmamalıdır. Yəni sözlə həll edilə bilməlidir bütün məsələlər. Buna da küsmək söhbətində haqlısınız məncə. Ümumiyyətlə qız da oğlan da küsməməlidir. Yəni. Ağ şəhərdə fırlanır. Bunun bir yerdə fırlanmaqla kişiliyə, oğlanlığa nə dəxlisi var hala? Jobçudur. Tamam, jobçular zaten niyə jobçu olasan da? Jobçular da həqiqətən də mən zəhləmləyir yəni. Jest eləmir. Yəni jest eləməlidirmi? Hə, jest eləməlidir. Okay, burada haqlı. Gül artıq xərc deyəndə bax dəqiqə başa alınacaq bir şey deyil gül. Başa düşürsən? Prosta arada bir jest məqsədi ilə alına biləcək bir şeydir. Amma gül artıq xərc demək həmişə dəqiqə başa alırsansa, hə, bəlkə də artıq xərc, amma ayda ildə bir dəfə alırsansa problem yoxdur yəni. Yəni gülün yerində daha fərqli bir şeylər eləyə bilərsən qız üçün. Ancaq problemlərini danışır. Bax indi burada belə bir incə bir dənə cizgi var da yəni. Ancaq problemlərini danışır. Bəlkə də ancaq problemlərini danışsa, onda haqlısan. Prosta yəni sən bir münasibətin içindəsənsə, yəni o sən problemlərini danışır, sən də onun problemlərini danışırsan. Yəni bir-birinizə dəstək olmaq məqsədi ilə də. Yəni bu düşüncədəsənsə, bəlkə də sən münasibətə hazır deyilsən. Mama uşağıdır. Yəni burada haqlısınız. Mama uşağı olmamalıdır. İndi nə mənada deyirlər ki bunu? Məsələn, content kreatorsa, məsələn, TikTokda özün paylaşmalıdır, mən də paylaşıram. Prosta indi şey məqsədi ilə demiş ola bilərlər də. Bu güzgün qabağında belə video çəkib atırlar, qızları təsir eləmək üçün. Qızlar bəlkə bir içdən yorum yazar, bəlkə onlarla diviş eləyirlər. O mənada yazılarsa haqlıdır, amma kreatorsa məsələn, haqlı bir şeydir, yorum deyil. Məsələn, sən də özün paylaşıbsan da, məsələn, TikTokda sən də özün paylaşıbsan da, yəni burada. Siz mənim fikirlərimi qatırırsınızmı, qatırmısınızmı yazın yorumlara. Mızı dedim. Məktəbə çaşıb qolumu 8-ci sinif qızlar elədim. Baxma mənim az yaşıma, gəlib başıma. Yazarsız məzardaşıma, dön geri gəl, dön geri gəl. Mən yazaram şeir gəzər. Aynen səsində cringe'lik var. Atım tökülür. Bu səsi işləndə atım tökülür. Bu arada sözün əsl mənasını deyirəm. 8-9 sinifdə həqiqətən də qızlar yəni bu tipdədirlər. Zarafat eləmirəm. İnşallah indi işlər düzəlmişlərdir, elə deyirlər. Mən 4-5 il əvvəldən danışıram. 4-5 il yox. 6-7 il əvvəldən danışıram. Bu nədir? Valla Bodrumun İstanbul şəhərindən sizə salamlar olsun. Bu bura dəqiq Bodrumdur. Yəni Bodrumdan 2 dənə cavabsız zəng var. Bilirəm ki, sağ ol qardaş. Naxçıvan Gəncə şəhərində salam əleykum. Kombini hazırlayan Osmanova Qərənfil Qərib. Abi bu qaqaş random adamlar nə tər tapıb gətirirlər bu videosunda. Mən çatmırsan öyle deyirəm də. O günlərdə də yolkanı gətirmişdi. Yadınızdadır yəni ki. 2025-ci ilin 15 oktyabr tarixində istehsal Qaqaş əlində ördək tutub. olmuş gözəl şal var. Özü Hind ördəyidir ya. Bu bilməyənlər varsa bilsin. Kəmər olaraq İsmailin ən nəzik kəmərini gətirmişəm. Nəzik. Bu arvad da son zamanlarda random bir şəkildə populyar oldu. Heç mən çatmıram. 6 qara pişiklə videosu çıxmışdı bu xalan. Nə bilim valla. Canavar gəlib dayın döyüb gedir. Çatdı. Aha. Müqavimət göstərdim. Ona, mən ona Aha. nəsə biraz xəsarət yetirdi. O salamat getdi, mənə amma xəsarət yetirdi. Ay zibi. 1v1'də canavar dayın döyüb. Belə şey olar ala. Bu nədir ala? Axırda banlayan xoruz eyni mən. Dayı desə çox Spider-Man filmlərinə baxıb. Yandırıb yaxırsan məni, sevə bilmərəm özgəni. Sənizdən keçirəm, niyə görmürəm səni? Yığıram nömrəni təkrar. Bu nömrəyə zəng çatmır. Qara gözlüm, qaqaşın nəsə eləyəcəyini düşündüm. Heç nə eləmədi, bu mahnı çox qəşəng idi. Vaxtında toylarda var idi bu mahnı. Həqiqətən bu qəşəng mahnı idi. Sonra toylarda çalmırdılar deyəcəm də, harca 7-8 il toya getmirəm. Hardan bilmiş çallar çalmırlar. Film videosu çəkən qızın başına gələn hadisə. Görək nə gəlib başına. Yəni belə bir video çəkərsdə başına hər şey haqq edir deyəcəkdim. Nədir la o? Nədir la o?
Ha bu şeydi, bu miltehler yapışması için yukarı takılan şey var. Ben de ne bildiğim yukarıda mini tiyatro zat var ha. Mini tiyatrın orasına ilişip başı zat uçsa zat diye fikirleşdim de öyle olmadı. Anam kızınızın el işlerine söz olabilmez. Hay zibil. Bu üç bacı dolması değil desem bir bacı dolmasıdır. Ama sen bir de söz deyim yani böyle bir yemek pişirende çim bunu. Ama sen bir de söz deyim yani böyle bir yemek pişirip de çim kazanı böyle tersine çevirip kaldırar ki bu o tip bir yemek değil axı. Biraz çünkü biberler birazdan gelecek. Biberler iş sıktı 5 dakika gelecek oradan. Bu gün diyesen ancak rəqs eləmə günüdür. Bura deyəsən Nərman oldu, səhv eləmirəm. Nərman oldu bir də Sumqayıtda var da bu yumru belə şey gələn şey var. Yumru da deyil, nə danışıram? 2010-cu ildə bu qaqaş görəndə o haqda qəşəng şeylər fikirləşirdim amma bu nədir lan? Ya bərabəri. Qiymətə bax. 24999 manat. Sən Allah 25 min olsaydı necə alardın? 24999 manat versən bu ev verirəm sənə. Zordur da. Baba gördüyün birinci mərtəbədə daxil. Ev bir səndə oxşuyur, bir dilim kəsilmiş torta oxşuyur hala. Aşkınız xeyir. Hə bax. Bu da bizim şirniyyatçımız. Hə. Yaxşı, təlxəklik eləmə. Təlxək sənin. Nə deyir ola başa düşmürəm. Xala yaxşı özünə senzura qoyub. Prosta narşı tapmışam deyə hamısını eşitməyək. Xala niyə elə şeylər deyirsən, utanmırsan özündən. Ay zibil yer. What the fuck is this? Dirəksi belə girəndə ilk dəfə görürəm. Sən deyəsən dirəks kursuna gelib bir dənə hərəkət öyrənib onu toyda eləməyə çalış. Amma ən azından girişi yaxşı idi, bəyəndim. 35 manat taba %. Ay öldü bu. Çıktım bari güneş bir saniyede kurudur da. Renkler de var, hem European olanlar da var, bel olanlar da var. Qardaşım kətan yedi görüm sən canından əlləşir orada. Bax suyun uzunluğu bəlkə də bu qədərdir. Suyun uzunluğu nə? Suyun dərinliyi bəlkə də bu qədərdir. Yəni onda belə batar da bu. Kimin kəndində Ola. belə tualet tualet var? var? Dünyaya Oy, açılan zibil. mənzərəsi olsun. Zordur da la. Zordur. Zordur da sən öyle bir tərəfdən qar yağır, bir tərəfdən də işi görsən. Çox mükəmməl bir şeydir də. Sonra sən indi orada oturanda yuxarıdan belə qartopu zad atsalar isə yaxşı bir mənzərə olmaz da. Yəni qartopu atma buraxdım. Mən hər şey atabilirlər yuxarıdan. Görən var. Nə? Murad məni 3 ildə aldırmış, sübutum da var. Qızlar bu profili blok eləyir. Hansısa qız girib bu profili blok eləyirsə, həqiqətən də o qıza çatmır da yəni. Çünki niyə başqasının aldadan ya da başqasının həyatında olan bir insan üçün, yəni sən girib özünə əziyyət çəkib onu blok atasan da yəni. Nə mənasız məntiqsiz bir işdir yəni. Bunu bura vurmaq nədir də yəni? Qardaş aldadın, ayrıldın, çıxdın, getdin. Səssizlik verilə biləcək ən yaxşı cavabdır. Heç bilmirəm. İndi mən real olaraqdan dəyərləndirdim bu mövzunu. O cürə fikir bildirdim. Bəlkə Skyline isə başqa şey çıxır. Skyline baxın görənlər çıxır. Mən. Men go mad with watching them. There's no discharge Başdövlət Universiteti. Yəni indi bilmədim, qaqaş cənnətə mi düşüb yoxsa cəhənnəmə mi düşüb? Xırdalından zəhləm gəlir, 135-dən zəhləm gəlir, 119-dan daha çox zəhləm gəlir. Xırdalan qanlar 135-dən gəlir 20 yanvara, 20 yanvardan minirlər metroya, metrodan çıxırlar, harasa gedirlər, yəni universitetlərinə falan gedirlər. Bəs bu işi mən Xırdalanda qalsaydım bu dediklərindən mən də nifrət edərdim. Hətta bir vaxtlar Xırdalandan başqa yer, Abşeron Gəncə şəhərciyi var idi, orada qalırdım, hə. 199-dan 20 yanvara gəlirdim, orada sonra universitetə gəlirdim. Yəni harasa gündə 1 saat falan yolda keçirdi də. Prosta yəni Xırdalandan zəhləm gəlirsə, niyə yaxında ev tutmursan? Baxdım qədərli baxımlı bir qızsan, bu o deməkdir ki, pulun da var. Ona görə niyə yaxında ev tutmursan? Biraz 199-a zəhləm gəlir. Bir vaxtlar mən də zəhləm gəlirdim 199-a. Gülsümün macəraları. Qız adı Gülsüm imiş. Gülsüm, qəşəng adı var. Baxın, Baxıram. atın bir ki, Hadi. bu yoldan belə bilmək olmaz. Oha. Baxın, mən gəlincə. O zübül, eləmə onu. Eləmə onu. Atası sərt çıxdı. Bu arada səbdən sözü o yumurta söhbəti var. Yumurtanı belə qoymaq lazımdır. İçi yuxarısından sıxanda qırılmır söhbəti var. Yəni yanından sıxsan təbii ki qırılar. Oğlum. İcazə verəcəksən bitirin. Mən sənə burada başqa ekspert deyim. Bunun cinsi görsəm qorxudan ölərəm. Kofem soymuşdu. Nə hiss etdim, nə də buz qoydum. Birbaşa çöp qutusuna atdım. Çöp kutusu yox, zibil kutusu. Və bu videonun kofedən heç bir əlaqəsi yoxdur. Nə olsa vaksindən sonra oldu. Buna en azından aksesuar zanda. Biraz 50 yaşa çatdım telefonu əlindən al. Məncə də. Çünkü ben Azerbaycanlıyam. Bu arada sən bir daha söz deyəm. Bu boyda istekanım olsaydı həqiqətən də vesti çay içərdim. Çox zordur həqiqətən. Video seçərək erkek nefretini gizləyəməyim. Bunlar da tuş videosu ana ekran gözlə. Belə çıxır onda atamdan da zəhlən gedir də. Mamamla filmə baxanda 18 plus səhnə başlayanda mən. I'm never confused. Mamam. Mamanın desə cavanlığı yaxşı keçib. Biraz ki ana balasından gözəldir. Anasına bax qızına. Ha bu nədən ha?
Əllərini dərd görməsin brat. Hər yaxşılıqlı görəndə aşık olan qızlar. Mən bunu əslində deyirəm, gedirəm. Belə qızların üzündə tək qalmışıq da, sən öl deyirəm. Gedirlər ona buna aşık olurlar, ondan sonra da kanalda qonu baxın qoymuşam buradadır. Harun Məmmədov da buradadır gördüyünüz kimi. Hər Azərbaycancadır, yaxşılıqlı türkcədir. Görəndə Azərbaycancadır, aşıq türkcədir, qızlar türkcədir. Sən quracağın cümlənin say istədi ki, qardaşıma yaxşı dedim, mənə dur özün. Mən başa düşmədim, indi bu qız da oğlandı. Fırladıram onsuz 200 günlük deyən dostumun toyunda mən. Beləcəsə Rəşin də axır belə olacaq, sən öldürəm. Yəni hər danışdığı qızdan fırlada gəlirsə, axırda birindən evlənməyəcək mi, evlənəcək. Mamamla atamın bütün gün tərəflədiyi qonşunun da... Ay, bunu qoymuyor. Kimə deyirdisin, mən sənə 100% inanıram ki, səndə çatmır. Bu niyə bu videoda ancaq çatmayanlar düşür? Oba, qəşəng. Pür yetenekli qardaşım, sizin belə bacarıqlarınız var, yoxdur. Görsən adamın var, deməli adam səndən bir sıfır qabaqdadır. Qadınların ilk görüşdə qorxuları: sizə uğramaq, şiddətə uğramaq, qaçırılmaq, ilk görüşdə qorxuları. Mənə hələ kifayət qədər tanımadığın bir oğlandan niyə görüşürsən? Bu bir. İkincisi də ki, abi niyə qaçırılasan, niyə şiddətə uğrayasan, niyə tacizə uğrayasan? Tam taciz ola bilər də, indi bəzi yanıq oğlanlar var, ola bilər. Prosta qaçırılmaq zat. Sən harda görüşürsən qardaş? Yəni gedib yəni küzdə buzaqda görüşmürsən. Sən belə şeylər olmaz da, yəni şəhərin ortasında. Kişilərin iş görüşü qorxuları 30 manat hesab vermək. Abi bu tip videolardan Allah qəzəblənməyəcək. Bu nə məntiqdir, bu nə fikirdir ya la. Kişinin niyə qorxusu olsun? Zaten görüşə gedirsiniz, zaten onu göz önündə bulundurup gedir. Yəni bu nə məntiqdir, bu nə videodur? Gizli videolar seçirsən Allah haqqı. Dediklərini şey eləmirəm. Təbii ki, elə şeylər ola bilər də. Yəni qadınların elə şeylər başına gələ bilər. Çünki hər oğlan yaxşı oğlan deyil. Yəni başa düşürsün nə demək istəyirəm. Yəni pis gözlə baxan da var. Yəni ilk görüşdən başqa şey eləmək istəyən də var. Təbii ki, belə oğlanlar da çoxdur. Amma ki bu kişilərin ilk görüşdə qorxusu 30 manat hesab vermək deyildir məncə. Hər kəsə avtomatik yüklənən sevimli qoxular. Aha, deyən nədir bu? Bax biri kitabdır. Kitab hə, ağardıcı. Abi ağardıcı niyə o qədər də qəşəng deyil bu arada? Ağardıcı bildiyin şey gəlir də. Yəni bu nədir? Taxta. Hə, taxtaya qəşəng. Bu nədir la? Qaz yedisə həqiqətən zəhləmlidir o. Döyəcək nəyin üstü bilmirəm. Aptek. Yəni aptek qəşəngdir. Pul ye. Ən sevdiyim şey, benzin, zəhləmlidir benzinliyindən qustum. Ayaqqabım azı, hə, zordur. Bir də bu nədir? Kraskadır. Kraskanı da o qədər sevmirəm. Uşaqlar siz necəsini sevirsiniz? Yazın yorumlara. Nəysə inşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox qurban olun millətimə üçün bu videoya bir dənə like atmağı, bir də abunə deyilsə abunə olmağı unutmayın. Gələcək videoda görüşmək üzrə.